Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Məscidlərin varlığı, məscidlərin olmağı uca olan Allahın lütflərindən biridir. Hansı ki məscidlər səbəbilə həm savab qazanırıq, həm imanımızı artırırıq, həm şəri elmlər öyrənmək və öyrətmək fürsətimiz olur. Həm də məscidlər sayəsində, məscidlərin səbəbilə nəfsimizi Allah Taala'nın izni ilə tərbiyə edirik. Ona görə Allah Quran-ı Kərimdə məscidləri vəsf eləyərkən buyurur ki, həqiqətən məscidlər Allahındır. Və biz iman eləyənlərə, müsəlmanların üzərinə düşən ən önəmli şey, məscidlərin divarlarını sadəcə yüksəltmək deyil, ibadətlə məscidləri imar etməkdir. Allah Quran-ı Kərimdə möminləri vəsf eləyərkən onların məscidləri imar edənlər olaraq vəsf etməsidir. Yəni, məscidləri ibadətlə canlandıran, ruhlandıran. Ona görə əziz qardaşlar, məscidlərin qədrini bilək, qiymətini bilək və məscidlərin mənəvi olaraq ibadətlə imar edənlərdən olmaları üçün uca Allaha dua eləyək. Esselamu Aleyküm və Rahmetullah.